Ona göre cemaat falçılara gedir. Gedir ki falçılar desin ki, adı açır kitabı, nə kitabdır o, Kur'an'ı ya nəyib, oradan xəbər verir ki, məsələn bir qadın var, sənə mahnı olur, yolunda bir qadın olmalıdır mütləq. Nə bilim, məsələn, qohumda filan kəs var, bundan istəyir o pərdə arxasından xəbərdar olsun batil yollarla. Bir alim deyir ki, gedirdim, gördüm biri falçıdır, fala baxır küçədə. Var idi, qabaq indi azdı küçədə gəlirdilər, 50 ver baxım. Deyir, birinin əlindən tutub baxırdı, danışırdı ona, belə olacaq, elə olacaq, axırım belə olacaq, filan, səni qarşıda nə gözləyir. Bu da ruhani də əmmamədə dedi, gətir, ver falçıya, dedi, mən də sənin falıma baxım. Dedi ki, necə fal, dedi, ver 50 ver baxım. Deyir, baxdım əlinə, dedim, belə getsə 100% axırın cəhənnəmlidir, belə getsə 100%, heç şübhə yoxdur. Yəni, mən də gələcəyi xəbər verə bilirəm. Yəni, insanların bu şeylərə meyllənməsi, bu insanlara üst tutması tələskənlikdəndir ki, görün pərdə arxasında nə var?